Salam əziz dostlar. Əslində bu videonu çoxdan çəkmək istəyirdim. Biraz gecikdim. Eybi yox, rus demiş. Luşe pozna, çemnikagda. Deməli bir paltar satan arvad var. Bu arvad arada bir mahnı da oxumaq istəyir xaric səsi ilə. Bəli, səhv eşitmədiniz. Biz onu elə tanımışıq. Paltar satan kimi bir çox müğənnilər ondan paltarı alıb vaxtilə. Əslində bu ironiya deyil, təmiz zəhməti ilə pul qazanmaq ayıb deyil, dəstəkləyirəm, hərənin öz işi var. Bu arvad gedir bir məclisə bir neçə həftə öncə, orada bir itə rast gəlir, üzünü itə tutaraq, ay köpək qızı, nə bilim, belə təhqiramiz ifadələr işlədir filan öz aləmində. Sonra isə ətrafına orada-burada bildirir ki, bu videonu yayın və Afət Fərman qızını təq edin o videonun altına ki, bilsin ki, mən bu təhqirləri onun valideynlərinə ünvanlamışam. Belə olan halda Newton deyir ki, təsir əks təsirə bərabərdir. Əgər deyilənlər doğrudursa, o videoda məni nəzərdə tutub demisənsə o təhqirləri, elə sənin anan qəbirdə həmin itlə yatsın, o itlə. Buradan o itdən də üzr istəyirəm, itə təhqir dedim. Yox, əgər deyilənlər yalandırsa, onda bizim rəfiqəliyimizi çəkə bilmirlər. Onda mənim səninlə heç bir işim yoxdur.